Herkese salam. Bugün sizinle Soçi paklavasının reseptini bölüşeceğim. 300 gram kərə yağını əridirik. 3 yumurta sarısının üzerine 200 gram xamı, yarım çay qaşığı soda əlavə edirik. Hazırladığımız qarışımın üzerine 1 çimdik duz, kənarda ılık formada əritdiyimiz kərə yağını əlavə edirik. Üzerine 4 stəkan unu az-az əlavə edib yoğururuq. Xəmiri 3 bərabər kündəyə bölüb soyuducuda gözlədirik. Kənarda ayırdığımız yumurta ağlarını mikser vasitəsilə qarışdırıb bizi halına gətiririk. Üzərinə 400 qram üyüdülmüş qoz, 400 qram şəkər tozu əlavə edirik. Soyuducuda gözlətdiyimiz xəmirləri bir-bir açıb hər qatın arasına qozlu içlikdən əlavə edirik. Bişdikdən sonra üst qatın daha hamar olması üçün əlimizlə ehmalca basırıq. Bişməmişdən öncə bıçaqla paxlava formasında izlər qoyuruq. Bir yumurtanın sarısını bir xörək qaşığı süd ilə qarışdırıb paxlavanın üzərinə çəkirik. Sonra isə üzərinə çərəzləri əlavə edə bilərik. 190 dərəcədə 15 dəqiqə bişdikdən sonra sobadan çıxarıb paxlava formasında kəsib yenidən 25 dəqiqə 190 dərəcədə tam üstü qızarana qədər bişiririk. Bir qaşıq balı, bir qaşıq kərə yağı ilə homogen hala gətirib bişdikdən sonra parlaq görüntü versin deyə üzərinə çəkirik. Hazırlayacaq olan hər kəsə nuş olsun. Dəstək üçün kanalıma abunə olub videolarımı like etməyi unutmayın.